Çanqan A05-in karovka yağını dəyişirik dostlar. Azərbaycanda heç kəsdə olmayan orijinal sürətlər qutusu yağı CH DHTP1 ilə, yəni Azərbaycanda axtarmayın. Ağzı da görsünüz, tam plomb qırdıq bunu, cıraq və ağzını açaq. Bunu düzəldən Azərbaycanda, dünyada orijinal yağını düzəldən SK Lubricansdır dostlar. Zik yağları və orijinal sürətlər qutusu, yəni bir də deyirəm ki, Azərbaycanda heç yerdə axtarmayın. Çanqan A05 sürənlər, Çanqan A06 sürənlər, Unize sürənlər, Q5 sürənlər, Çanqan GS55 plus sürənlər, orijinal sürətlər qutusu yağı Çanqanın yalnız və yalnız Aftil yağlama mərkəzindədir və bildirmək istəyirəm ki, rahatlıqla orijinal sürətlər qutusu yağı ilə dəyişsəz, 60.000 kilometr tam zamanət veririk biz sizə. Gedin rahatlıqla 60.000 kilometrdən bir dəyişin, gəlin yanımıza və Azərbaycanda heç kimdə yoxdur bu yağdan da. Axtarmayın. Bir çox yağlamalarda özlərini Çin maşınlarının xidməti sayan yağlamalarda bu yağın heç belə deyək ki, xəbərləri yoxdur heç bu yağdan ki, orijinal yağ nə deməkdir. Və əlbəttə ki, Aftil yağlama mərkəzi sırf bütün Çin maşınlarına yüksək səviyyədə xidmət göstərən bir yağlama mərkəzidir ki, əgər keyfiyyətli yağları axtarırsınızsa, full sintetik yağları axtarırsınızsa, yalnız və yalnız Aftil yağlama mərkəzinə gəlin ki, biz insanlara tərkibində 1% PAO olmayan 3-cü qrup yağları insanlara satmırıq. Biz insanlara əsl full sintetik, PAO tərkibli, ST tərkibli yağları göstəririk və təqdim edirik. Ona görə də dostlar, bütün Çin maşınları, Çanqan modelləri sürənlər, əgər orijinal sürətlər qutusu yağı axtarırsınızsa, bu yalnız Azərbaycanda Aftil yağlama mərkəzindədir. Və əlbəttə ki, hər birinizi gözləyirik və rahatlıqla 60.000 kilometrdə tam zamanət veririk. Sağ olun, Çanqan sürənlər, ara gəlmək lazımdır Aftil yağlama mərkəzinə.